Deməli biz bu videozaqda doymuş və doymamış buxarın izahına baxmış olacaq. Əvvəlcə buxarlanma prosesi nədir ondan danışaq. Buxar əmələ gəlmənin iki növü var. Buxarlanma və qaynama. Biz buxarlanmadan danışacağıq. Videozaqın sonunda qaynama haqqında danışmış olacaq. Yəni buxar əmələ gəlmənin iki növü var. Buxarlanma və qaynama. Buxarlanma nədir? Bir su götürürük, daha sürətli baş versin deyə bir maddədə əlavə edək. Temperatur ölçmək üçün termometr qoyuruq. Başlayırıq bu suyu, mayeni nə etməyə? Qızdırmağa. Fikir versən orada qızdıqdan sonra qızır. Müəyyən müddətdən sonra başlayır nə etməyə? Buxar yaranmağa, buxarlanmağa. Niyə buxarlanır? Bax, bu maye nədən ibarətdir? MK'nin ikinci müddəasına görə, daha doğrusu birinci müddəasına görə maddə nələrdən ibarətdir? Molekullardan. İndi fərz eləyək ki, bu nədir? Maye molekullarıdır. Bu molekullara biz qızdırmaqla nə veririk? Temperatur. Temperaturunu verəndə nə artır? YK bərabərdir 2-də 3 KT-yə görə əgər temperaturu artırsa nəyə artmış olur? Kinetik enerjisi artmış olur. Kinetik enerjinin artması nəyin artması deməkdir? Sürətin. Sürəti artan maye molekulu artıq nə edəcək? Mayenin digər molekulları ilə arasında olan cazibəyə üstün gələrək buradan maye molekulu mayeni nə etmiş olacaq? Tərk etmiş olacaq. Nə yaranmış olacaq? Bax, bu şəkildə buxar molekulları yaranmış olacaq. Yəni deyirəm, nə etdik? Temperaturu artırdıq. Temperatur artanda maye molekullarının sürəti artdı. Sürəti artan maye molekulu digər maye molekulları tərəfindən cəzb etməsinə üstün gələrək mayeni tərk etmiş olacaq və bu şəkildə nə yaranacaq? Buxar yaranmış olacaq. Bu prosesdə buxarlanma prosesi adlanmış olacaq. Əsas məsələ nədir? Bəs bu buxarlanmanın sürəti nədən asılıdır? Gəl baxaq görün bu buxarlanmanın sürəti nədən asılıdır? Birincisi növdən asılıdır. Məsəl üçün deyək ki, maye, su, spirt və yaxud da ki, yağı götürsək, hər birində buxarlanma fərqli cür baş verəcək. Məsələn, eyni temperaturda qızdırmış olsaq, birinci spirt buxarlanacaq, sonra su, sonra yağ buxarlanacaq. Müəyyən bir zaman var əlbəttə onlar arasında. Yəni, buxarlanmanın sürəti əlbəttə ki, mayenin nəyindən asılı olmalıdır? Növündən. Bir də nədən asılı olacaq buxarlanmanın sürəti? Növdən dedik. Bir də nədən asılı olmuş olacaq buxarlanmanın sürəti? Temperaturdan. Temperatur bilirik ki, nə qədər çox olsa, buxarlanmanın sürəti o qədər nə olmuş olacaq? Çox olmuş olacaq. Buxarlanmanın sürəti həm də, bu tünd oldu, açıq səthinin sahəsindən asılıdır. Bu nə deməkdir? Açıq səthinin sahəsindən asılıdır. Məsələn, bizim gündəlik demək olar ki, həyatımızda rastlaşdığımız bir hadisədir. Məsələn, çay içirik. Çay içən zaman normalda çayı stəkana tökürük. Çay içən zaman daha sürətli buxarlanıb soyusun deyə biz onu nəyə tökürük? Nəlbəkiyə tökürük. Çayı nəyə tökürük? Nəlbəkiyə tökürük. Nəlbəkiyə tökməyimizin səbəbi nədir? Nəlbəkiyə tökməyimizin səbəbi nədir? Normalda deyək ki, nəlbəkiyə tökdük. Bəs bunun səbəbi nədir? Normalda, məsəl üçün, fikir versən, buradan 1, 2, 3, 4 məsəl üçün maye molekulu buxar molekuluna çevrilirsə, amma burada nəlbəkiyə tökəndə daha çox eyni anda maye molekulunun buxar molekulunun çevrilməsi üçün şərait yaranır. Ona görə biz stəkandan nəyə tökürük? Çayı nəlbəkiyə tökürük. Deməli, buxarlanma nədən asılıdır? Açıq səthinin sahəsindən. Sahə nə qədər geniş olsa, buxarlanma bir o qədər sürətli gedəcək. Bir də hava axınından asılıdır. Nədən asılı oldu? Hava axınından asılıdır. Hava axınından niyə asılıdır? Hava axınından asılıdır deyəndə nə başa düşməliyik? Demək, bir də nədən asılıdır? Hava axınından. Fikir versən, biz nəlbəkiyə tökdüyümüz zaman daha sürətli buxarlanma baş vermədikdə başlayırıq nə etməyə? Bunu üfürməyə. Elə deyil, başlayırıq nə etməyə? Üfürməyə. Niyə üfürürük? Burada hal-hazırda gördüyüm maye molekulu, məsəl üçün, həyəcanlanıb
deməli rəqsi hərəkət edir və yaxud da ki, xaotik deyək, nizamsız hərəkət edir, yuxarı aşağı sağ sol. Amma hələ ki kifayət qədər sürəti, yəni kinetik enerjisi yoxdur ki, cəzb etməyə üstün gəlsin, cazibə qırılsın maye molekulu arasında və bu sərbəst hala gəlsin. Bu zaman üfürdüyümüz zaman həyəcanlanmış molekulları, həyəcanlanmış maye molekullarını biz təkan vermiş oluruq ki, mayeni tərk etsinlər. Yəni biz maye nəlbəkidə çay tez soyumadıqda üfürməyimizin səbəbi odur ki, həyəcanlanan maye molekullarını üfürərək təkan verir ki, mayeni nə etsinlər? Sürətli bir şəkildə tərk etsinlər. Deməli, nədən asılıdır? Hava axınından asılıdır. Nə? Buxarlanmanın sürəti. Sonra buxarlanma nədən asılıdır? Xarici təzyiqdən. Təzyiq nə qədər çox olsa, buxarlanma bir o qədər də nə cür gedəcək? Yavaş gedəcək. Xarici təzyiqdən asılıdır. Təzyiq nə qədər çox olsa, buxarlanma bir o qədər də nə getmiş olacaq? Yavaş getmiş olacaq. Niyə? Çünki bir dənə sürülsay. Natiq, mən dərsliyəm, buyur tez. Hə, olur. Amma ki, nəzərə al ki, oralar da vəziyyəti nəzərə al. Mən dərsliyəm, video qeydiyyat çəkilir, danışa bilmirəm. Hə, şimdi ol. Hə, deməli, buxarlanma nədən asılıdır dedik? Xarici təzyiqdən. Məsələn, belə izah eləyək bu məsələni. Məsələn, sənə bir sual verirəm. Nuray də elə. Nuray, dağın ətəyində buxarlanma daha sürətli gedər, yoxsa başında? Yuxarı hissəsində. Sağ ol, niyə? Çünki orada hava daha çoxdur da, yəni. Əksinə, daha azdır. Bax, atmosfer müəyyən bir nöqtəyə kimidir. Məsəl üçün, bundan sonrası nədir? Kosmosdur. Artıq atmosfer yoxdur deməkdir. Fikir verirsən, burada, məsələn, bu buxarlanmağa çalışan maye molekuludur. Bax, bunun üzərində bir bu qədər atmosfer molekulu var. Bunun üzərində isə bir bu qədər atmosfer molekulu var. Sən görürsən ki, burada atmosfer molekulu bura nisbətən nədir? Çoxdur. Əlbəttə ki, buradan tərk etməsi biraz nə olacaq? Zaman olacaq, yəni çətin olmuş olacaq. Nə üçün? Çünki üzərində burada daha çox atmosfer molekulu var. Buradan çətinliklə çıxacaq, amma buradan rahatlıqla nə edəcək? Mayeni tərk etmiş olacaq. Deməli, buxarlanmanın sürəti harada çoxdur? Dağın başında. Səbəb nədir? Atmosfer çox yox, azdır deyə. Aydındır? Ona göstərilən təzyiq nədir? Aşağıdır. Onda belə deyə bilərik ki, hətta buxarlanma həm də nədən asılıdır? Hündürlükdən. Hündürlük nə qədər çox olsa, buxarlanma bir o qədər çox sürətli gedir. Əlbəttə, söhbət hər iki maddə üçün eyni temperaturdan gedir. Eyni temperaturda, hündürlükdə qalxdıqca buxarlanma nə olacaq? Daha çox getmiş olacaq. Deməli, biz öyrəndik ki, buxarlanma nədir? Deməli, buxarlanma temperatur artan maye molekulunun mayenin açıq səthini tərk etməsidir. Nədən asılıdır? Növdən asılıdır, temperaturdan asılıdır, açıq səthinin sahəsindən, hava axınından, bir də nədən asılıdır? Xarici təzyiqdən asılıdır. Bu bizim əslində birinci qeydimiz idi. Çox uzun çəkdi, amma birinci qeydimiz bu idi. Buxarlanma nədir və nədən asılıdır? İndi danışacaq doymuş buxardan. Buxarın iki halı var. Onun doymuş halı var, bir də doymamış halı var. Buxarın iki halı var. Doymuş buxar, bir də doymamış buxar. Doymuş buxar nədir? Qayda belədir ki, öz mayesi ilə dinamik tarazlıqda olan buxara doymuş buxar deyilir. Öz mayesi ilə dinamik tarazlıqda olan buxara doymuş buxar deyilir. Bəs bu nə deməkdir? Gəl bunu burada çəkim, qıraqdakı təcrübə o qədər də xoşuma gəlmir, qeyd etmişəm. Deməli, məsələn, bir qab götürürəm, bunun başına buradan belə bir portion geydirirəm. Sonra bunun içərisinə müəyyən qədər maye tökürəm. Başlayıram bunu nə etməyə? Buxarlandırmağa. Bunu nə edirəm? Buxarlandırıram.
Başlayıram bunu buxarlandırmağa. Buxarlandıran zaman burada nələr yaranmış olur? Buxar molekulları yaranmış olur. Burada buxarlandıran zaman nə yaranmış olacaq? Buxar molekulları yaranmış olur. Belə. Burada buxarlanma ilə yanaşı ikinci bir proses də gedir. Buxarlanma ilə yanaşı ikinci bir proses də gedir. O nədir? Kondensasiya. Kondensasiya. Nə deməkdir kondensasiya? Bax, burada məsəl üçün deyək ki, 4 molekul mayını tərk edirsə, 3 molekul mayını tərk edirsə, bir neçə molekul burada deyək ki, mayı molekul, sən fikir vermirsən, qazan qapağında altında mayı damlaları yaranır və yaxud da ki, çaydanın və s. Nə üçün yaranır onlar? Çünki mayı molekulları, buxar molekulları bir araya gəlib nəyə çevrilir mayıya? Bu proses nə adlanır? Kondensasiya. İndi fikir ver, fərz eləyək ki, 3 molekul mayını tərk edirsə, deyək ki, 1 molekul təkrarən may halına geri qayıdır. Deyək ki, 4 molekul mayını tərk edirsə, ikisi geri qayıdır. Elə bir an gəlib çatır ki, bura artıq bütün həcm buxar molekululla dolu olur. Yəni də artıq yer qalmır ki, 4-ü çıxsın. Gərək 4 molekul mayını tərk etsin deyə, 4-ü də nə etməlidir? Kondensasiya etməlidir. Yəni mayədən çıxan molekullarla mayəyə geri qayıdan molekulların sayı nə olmalıdır? Bərabər olmalıdır ki, mayədən çıxanlarla mayəyə geri qayıdanların sayı bərabər olmalıdır ki, bu buxarlanma nə etsin? Davamlı getsin. Bax, bu cür buxara biz nə deyirik? Doymuş buxar deyirik. Doymuş buxar nədir? Buxarın doymuş halı nədir? Doymuş buxar deyirik ki, mayədən çıxanla mayəyə geri qayıdan molekulların sayı bərabər olduqda bu cür buxar doymuş buxar adlanır. Bax, termin olaraq nə deyirik? Öz mayəsi ilə dinamik tarazlıqda. Statik tarazlıq var, dinamik tarazlıq var. Məsələn, mən bura qoymuşam, sabit qalıb deyək də, hə? Bu hərəkət eləmir, sükunətdədir. Bu deyək bura qoymuşam, statik tarazlıqdır. Bir var dinamik tarazlıq. Fikir versən, çıxanlarla geri qayıdanların sayı bərabər olanda buna nə cür tarazlıq deyilir? Statik tarazlıq deyilir. Problem var. Bu bizim növbəti qeydimiz idi. Biz növbəti qeydi, üçüncü qeydi keçirik. Üçüncü qeyd nədir? Əsas məsələ, bax, dərsimizin məhzu bu iki qeyd üzərində qurulur. Dərsimizdə əsas qəbula düşən sualda bu iki qeydi başa düşsək, yəni daha doğrusu bu üçüncü qeydi başa düşsək ki, növbəti qeydlərdə sadəcə bu üçüncü qeydi biraz daha açacaq, ayrıntılarına baxacaq. Dərs bizə aydın olmuş olacaq. İndi mən sənin suallarını dərs sonunda cavablayacağam. Yekunlaşdırdın? Növbəti bölməyə keç. Əvəzləyici qüvvəni də izah etmişəm. Qazlarda iki üsulla mayeyə çevirmək olar. Biz bildik də buxarlanma nədir? Buxarlanma nədir? Mayını qızdırırıq, buxara çevrilir. Tamam, biz mayını qızdırıb buxara çeviririksə, bəs buxarı mayını nə cür çevirərik? Və bu qeyddə ondan danışılır. Buxarı mayını çevirməyin iki üsulu var. Nədir bəs bunlar? Gəlin bunu biraz açaq. Buxarı mayəyə çevirməyin iki üsulu var. Birincisi nədir? İzotermik olaraq sıxmaqla. Bu nə deməkdir? Bax, deyək ki, burada biraz maye var. Fərzləyək ki, biraz maye var. Çoxlu sayda buxar molekulu var. Biz nə etməliyik? Mayəyə çevirməliyik. Nəyi? Bu buxar molekulları nə cür çevirərik? İzotermik sıxmaqla. İzotermik nə deməkdir? T-ni sabit saxlayaraq, yəni T konst olmaqla sıxaraq. Sıxmaq nə deməkdir? Həcmin azalması. Porşeni özün təsəvvür et beynində, bunu aşağıya doğru sıxsaq. Sıxıldıqca o buxar molekulları bir araya gəlib toxuşub mayəyə çevrilib, mayəyə doğru yön alacaqlar. Yəni, izotermik sıxmaqla biz bu buxar molekullarını nə edə bilərik? Mayəyə çevirə bilərik. Burası aydındır. Problem yoxdur. Bu izotermik sıxmaqdır. Birinci. Bir də var, izoxor olaraq soyutmaqla. Yəni, izoxor soyutmaq nədir? Bizim bu porşenlə işimiz yoxdur. Porşeni tərpətmirik. V konst. İzoxorda bilirik ki, V konst. İzotermikdə T-dir. İzoxor olaraq soyutmaqla
Soyutmaq nə deməkdir? Temperaturun aşağı düşməsi. Temperaturun nə etməsi? Aşağı düşməsi. İndi izoxor olaraq soyudanda nə baş verəcək? Bu, deyək ki, Porsche işimiz yoxdur, soyuduruq. Soyudan zaman sən bilirsən ki, YK bərabərdir 2-də 3 KT-yə görə temperatur aşağı düşür. Temperatur aşağı düşəndə kinetik enerji azalır. Kinetik enerjinin azalması nəyin azalması deməkdir? Sürətin. Sürəti azalan molekullar artıq yavaş-yavaş cazibədən dolayı aşağıya düşəcək, mayeyə çevrilmiş olacaq. Aydındır? Deməli, ümumiyyətlə biz yadda saxlamalıyıq ki, söhbət burada nədən gedirdi? Söhbət qazı mayeyə çevirməkdən gedirdi. Qazı, yəni buxarı desək daha yaxşı çıxar. İndi qaz yazıq. Qazı mayeyə çevirməkdən gedirdi. Biz qazı, buxarı iki cür mayeyə çeviririk. İzotermik olaraq temperaturu sabit saxlayıb həcmi azaltmaqla və yaxud da ki, həcmi sabit saxlayıb temperaturu azaltmaq. Fikir verirsən, T-ni sabit saxlayanda V-ni azaldırıq, V-ni sabit saxlayanda T-ni azaldırıq. İndi bu iki üsulu daha aydınlıqla, ətraflı şəkildə danışmağa səninlə çalışmış olacaq. Bura baxaq, deməli, baxaq birinciyə, izotermik olaraq. İzotermik olaraq, gəl bu hissəsini silək. Niyə sildiyimizi mən sonda izah eləyəcəm. Bu hissəsini silək. Bu hissəsini daha kəskin çəkək. Bu hissəsini belə çəkək. Səbəbini izah edəcəm. Biz dedik ki, nə edirik, nəyi öyrənməyə çalışırıq burada? Buxarı nə etməyə çalışırıq? Mayeyə çevirək. Bunun iki üsulu var idi. Ya izotermik, ya izoxor olaraq. Birincisi, nədən danışırıq? İzotermik. İzotermik olanda nə etməliydik? Həcmi azaltmalıydıq. İndi fikir ver, bu qrafikdə izotermik olaraq, burada bunu da deyim, sonra davam edək. P-roin yazılıb. P təzyiqdir, burada rho sıxlıqdır, N də konsentrasiyadır. P-roinin nədən asılığıdır? V-dən. Bir daha deyirəm, P-roinin nədən asılığıdır? Burada yadda saxlamaq lazımdır ki, V-dən. P təzyiqdir, rho sıxlıqdır, N də konsentrasiyadır. Gəl təcrübə üçün də burada bizim qrafikimiz, Porsche-imizdə çəkək. Bir kənara çıxma da eləyim sənə. Yadında saxlaq ki, dimin testlərində bu şəkildə keçərlidir bütün testlərində. Əgər doymuş buxar deyirsə, orada, çünki doymuş buxarı nə deyirik? Öz mayesi ilə dinamik tarazlıqla. Doymuş buxar deyəndə orada maye var və plus qaz var. Yadında saxla. Doymamış buxar deyəndə yalnız qaz düşün. Orada yalnız buxar molekullar var. Mən indi hər dəfə qaz deyəcəm, sən nəzərə al ki, söhbət nədən gedir? Burada uşaqlar deməli, qaz deyəndə buxar molekullarından söhbət gedir. Doymamış buxar deyəndə yalnız qaz var. Doymuş buxar deyəndə həm maye var, həm də nə var? Qaz var. Bunu yadında saxlamaq lazımdır. Məsələn, birinci halda, yəni Porsche burada olanda, bu birinci hal kimi götürək. Və birinci hal kimi götürək. Porsche burada olanda yalnız nə var? Qaz molekulu var. Porsche-ni bu haldan bu hala gətirirəm. Bax, nə edirəm? V-ni nə etdim? Azaltdım da. İkinci hala gətirəndə V nə oldu? Azaldı. Gətirib azaldım. Yəni, birinci halda nə olacaq? Doymamış buxarsa nə olacaq? Yalnız qaz. Yəni, maye zadı yoxdur burada. İndi Porsche-ni nə edirəm? Deyək ki, gətirirəm bura. Bax, Porsche-ni nə edirəm? Gətirirəm bura. Çünki biz sağ tərəfdəki qrafikə görə Porsche-ni nə etmişik? Aşağı salmışıq. Yəni, həcm nə olub? Azalıb da. Həcm nə olub? Azalıb. İndi həcm azalanda, bax, buradakı qaz molekullarını nə edəcək bu Porsche-ni? Aşağıya doğru sıxacaq da. Sıxanda aşağıda o molekullar bir araya gəlib nə yaranmış olacaq? Bax, sıxanda o molekullar. Aşağıda nə yaratmış olacaq? Maye yaratmış olacaq. Yəni, nəyə çevirəcəklər bunlar? Doymuş buxara. İndi özün fikirləş.
Bu porsiyon aşağı düşdüyünə görə buxarın sıxlığı üçün məsəl üçün nə deyə bilərik? Rho nəyə bərabərdir? M böl V-yə. Həcm azaldığına görə sıxlıq artır deyə bilərik. Fikir versən, qrafik ona görə peroin dedik də bura. Təzyiq, sıxlıq, konsentrasiya. Məsəl üçün, burada sıxlıq bu qiyməti alırsa, atıram, bu qiyməti alırsa, burada sıxlıq nə olmalıdır artıq? Artmalıdır da. Niyə? Çünki həcm azaldı. Həcm azalanda sıxlıq artmalıdır. Və yaxud da konsentrasiya xatırlayırıq, vahid həcmə düşən molekul sayı. Həcm nə oldu? Azaldı. Konsentrasiya nə olmalıdır? Artmalıdır. Deməli, buradan bura gələndə konsentrasiyada nə oldu? Artırılmış oldu. Və yaxud da ki, təzyiqi xatırlayırıq düsturun. P nəyə bərabərdir? NKT-yə. P bərabərdir NKT-yə. Temperatur sabitdir axı. T sabitdir. T-nin işimiz yoxdur. K da sabitdir, amma konsentrasiya nə oldu? Artdı. Ona görə təzyiq də nə olacaq? Artacaq. Peroin nə oldu? Artmış oldu. Doymuş buxarda. Doymuş buxar nə deməkdir? Xatırlayırsan, məsələn, mayədən deyək ki, 3 maye molekulu tərk edirsə, 3-ü də kondensasiya etməlidir. Bu cür buxar nə cür buxar adlanırdı? Doymuş buxar adlanırdı. İndi mayəni tərk edənlə mayəyə geri qayıdan molekulların sayı bərabər olduqda bu cür buxar doymuş buxar adlanır. İndi təsəvvürlə, məsələn, burada atıram 100 dənə maye buxar molekulu var. 3-ü çıxır, 3-ü girir, 3-ü çıxır, 3-ü girirsə, elə 100 nə olacaq? Sabit qalacaq. Dolayısıyla sıxlıq nə olmalıdır? Rho. Sabit qalmalıdır. Və yaxud da ki, 3-ü girir, 3-ü çıxırsa və konsentrasiya vahid həcmə düşən molekul sayıdırsa, vahid həcmə düşən molekul sayıdırsa, konsentrasiya da sabit qalmalıdır. Digər tərəfdən P nəyə bərabərdir? NKT-yə. Temperatur nədir burada? Sabit, izotermik proses. K sabit, N də sabitsə P-də nə olacaq? Sabit. Ona görə P-ni də sabit götürməliyik. İndi bax, porşeni gətirirəm bu 3 halına. Yəni, sıxıram, daha da sıxıram porşeni. Aşağıya doğru sıxıram. Deyək ki, bura gətirirəm. Qalan bütün buxar molekulları da nəyə çevriləcək? Sıxılanda mayeyə. Artıq bundan aşağı sıxa bilərəm. Yox, çünki biz nə demişik? Maye sıxılmır. Məsələn, həmişə belə bir bəsit yanaşma deyirəm də əslində mən sizə ki, bir stəkandakı biz pambığı presləyib bir qaşığa yerləşdiyimiz halda bir stəkanda suyu presləyib bir qaşığa yerləşdirə bilmirik. Mayələr əslində çox cüzi sıxılmaya məruz qalır. Xatırlayırsan, biz təzyiqdə demişdik. En kəsik sahəsi daralan borularda geniş olan hissədən dar hissəyə keçəndə çox cüzi sıxılırdı. O sıxılmadan dolayı statik təzyiq yaranırdı. Amma statik təzyiqin düsturunu vermirdik. Niyə? Çünki nəzərə alınacaq dərəcədə böyük deyildi. Burada da sıxılsa da çox cüzi sıxılır. Ona görə biz əslində mayenin belə həcmini çox cüzi sıxıldığına görə insan gözlə çox güclə görüləcək dərəcədə meyl edən çəkməliyik. Daha bayaq kimi bir o qədər kəskin yox. Başa düşdük, niyə bunu silmişdik? Problem yoxdur. Bu belə. İndi bir dənə burasını silək, ümumiləşdirək. Bu keçdiklərimizi nə cür yadda saxlayaq? Bizə buradan nə kimi suallar düşəcək, nəyi bilməliyik? Ya bu hissəsini silək. Burada problemi qaranlıq qalan bir şey var. Bura kimi olur. Əla. İndi biz bildik ki, bu qrafikin bu hissəsi mayəyə aiddir. Bu hissəsi mayəyə aiddir. Bu hissəsi mayəyə. Bu hissəsi doymuş buxara, bu hissəsi doymamış buxara aiddir. Bax, mən bunu uşaqlar yadlarında saxlasın deyə, indi elmi terminologiyada bunun yeri yoxdur. Sadəcə mən deyirəm bunu, belə yadda saxla. Bax, buna mən Kaleska qrafiki deyirəm uşaqlara ki, Kaleskaya oxşadığına görə Kaleska ilə yadda saxlasınlar. Bu yaslanan hissə, bu oturan hissə, bu da ayağa qoyan hissəsi. Bax, sənə desələr ki, verilmiş temperatur, yəni T konst. Və yaxud da desələr nə? İzotermik proses. İzotermik prosesdə nə sabitdir? Temperatur. Və yaxud da başqa nə deyə bilərlər? Məsələnin şərtində elə T konst verilə bilər. Onda bu. Və yaxud da nə deyə bilərlər? Boyle-Mariotte qanunu. Nə?
Hə, yəni bunlar deyəndə ilk ağlıma o gəlməlidir ki, qrafik soruşulur məsələn səndən. Deməli, verilmiş temperatur desələr, çünki verilmiş sözündən sonra kəmiyyət sabit qalır. İzotermik proses desələr, T konstant və ya T konstant özünü desələr və ya Boyle-Mariotte qanunu desələr, ağlıma gəlməlidir ki, Kaleska qrafiki bizim işimizə yarayacaq. Sonra əsas maye hissəsindən buradan sual düşmür. Burasını boş ver. Və bu qrafikin birinci hissəsi həmişə o biri qrafikində doymuş buxara aiddir. İkinci hissəsi doymamış buxara aiddir. Aydındır? Məsələn, indi bax, verilmiş temperaturda ağlımıza Kaleska qrafiki gəlir. Desə ki, doymuş buxarın sıxlığının həcmdən asılığı. Nə cürdür belə? Doymamış buxarın sıxlığının həcmdən asılığı, doymamış buxar da belədir. Buna görə. Aydın? Və yaxud da ki, konsentrasiyanın doymamış buxarı üçün həcmdən asılığı belədir. Amma konsentrasiyanın doymuş buxarı üçün həcmdən asılığı belədir. Aydındır? Başa düşdük nə cür seçəcək? Belə. İndi gəl biz danışaq sənə sürətli bir şəkildə izoxor prosesi üçün. Çünki biz dedik axı iki proses var. İzotermik və izoxorik. Buradakı bütün bunları əslində mən səhərdən izah elədim. Nə artır, nə azalır. Bunları üstündən keçmirik. Orada izah elədik oraları. Qrafik üzərində. İndi danışaq bu qeyddən. Danışaq nədən? İzoxor prosesdən. Bu hissəni silək. Burada çəkək. Sistemləri silək bizə çaşdırıcı olmasın deyə. İndi bax, buradan çək. Hə, bu dəfə bu prosesi belə sıfırdan başlayacağım. Bu izoxor prosesdir. İzoxor prosesdə V nədir? Sabitdir. Yəni, izoxor prosesimizdə nə sabitdir? Deməli, həcm sabitdir. Yəni, bu Porşeni aşağı-yuxarı etməmişəm. Porşen öz yerindədir. Məsələn, birinci halı üçün baxaq. Deyək ki, doymuş buxar deyəndə. Doymuş buxar nə deməkdir? Biz dedik ki, mayeni tərk edəndə mayeyə geri qayıdan molekulların sayı nə olurdu? Bir-birinə bərabər olmuş olurdu. Mayədən çıxanlarla mayeyə geri qayıdanların sayı nə olurdu? Bərabər olurdu. Bu cür buxar doymuş buxar adlanmış olurdu. İzoxor proses üçün. İndi burada nəyə baxaq? Burada V-ni sabit saxlamışıq. Get-gedə nə edirik? Temperaturu artırırıq. Temperatur artırdıqca, yəni burada spirt lampası ilə bu mayeni qızdırdıqca buxarlanan maye molekullarının sayı nə olacaq? Çox olacaq. Deməli, burada sıxlıq get-gedə nə olmalıdır? Artmalıdır da. Elə deyil? Çünki spirt lampasına qızdırdıqca maye molekullarından molekulları çevriləcək buxar molekulunun sıxlığı artacaq. Onda rho-nu nə cür açmalıyıq? Artan çəkməliyik burada. Rho. Yenə də bax, bayaqki kimi, yenə də bayaq peroinin, P-nin, bura silək belə, peroinin, bu tərəfdəki qrafikimiz peroinin nədən asılı idi? V-dən, indiki isə V konstantında peroinin nədən asılı T-dən. Bax, qafiyəli də səslənir peroin. Bunu yadımızda saxlamamız lazımdır. Peroin. İndi peroinin rho dedik artır. Niyə? Çünki buxarlanan molekulların sayı çoxalır. Digər tərəfdən baxaq görün. Baxaq. Konsentrasiya. Həcm sabitdir. Konsentrasiya xatırlayırıq. N böl V. Həcm sabitdir. V konstu. V işimiz yoxdur. Buxarlanan molekulların sayı çoxalırsa konsentrasiya da artır deyə bilərik. Ona görə konsentrasiya da nə etməlidir? Get-gedə artmalıdır. Qrafik. P-ni xatırlayaq. P nəyə bərabərdir? N KT-yə. Həm temperatur artır, həm də ki, nə? Təzyiq də artmalıdır. Problem yoxdur. Görsən, məsələn, izoxor prosesdə doymuş buxar üçün həm rho, həm N, həm də P nə olacaq? Artacaq. Məsələn, izoxor proses
desələr və yaxud da nə desələr, Şarl qanunu ödənildiyi və yaxud da verilmiş həcm desələr və yaxud da ki, qısaca V cons qalır desələr, onda qrafiki nə cür çəkməliyik? Bax, belə çəkməliyik. Nə üçün? P üçün də, R üçün də, N üçün də. Nədən asılığı? T-dən asılığı. Qaranlıq qalmadı. İndi bəs bu qrafikin bu hissəsi niyə belədir? Fikir ver. İndi doymamış buxar. Biz bayaq nə dedik? Doymamış buxar deyəndə doymamış. Yalnız nə var dedik? Qaz. Çünki biz dedik ki, doymuş buxar deyəndə qaz və maye var. Doymamış deyəndə yalnız nə var? Maye var. İndi doymamış buxar deyəndə yalnız burada nə var? Qaz molekulu var. Qaz molekulu varsa səncə qızdırdıqca sıxlığı artar yoxsa azalar? Bax, burada yalnız qaz molekulu varsa, gərək ki, burada maye olsun ki, qızdırdıqca mayədən molekul çıxıb buxara çevrilsin də. Səncə indi burada maye olmadığına görə sıxlığı artıb azalar deyə bilərik? Yox, çünki bizim sıxlığın artması üçün mayenin olması lazımdır. Qızdırdıqca heç nə, yox, elə 100 dənədirsə 100 molekul qalacaq. Sıxlıq nə qalmalıdır onda? Doymamış yuxarıda, sabit. Və yaxud da ki, konsentrasiya nə idi? Vahid həcmə düşən molekul sayı idi. Say sabitdir də. Doymamış yuxarıda yalnız qalsın da N nədir? Sabit qalacaq. N də nədir? Sabit. Amma P bərabərdir NKT-yə görə. K sabit, N sabit. Amma temperatur artdığına görə təzyiq də get-gedə artması lazımdır. Problem yoxdur. Qaranlıq qalmadı. Bax, mən bu uşaqlara bunu yadda saxlasın deyə bayaqkına kolyeska deyirəm. Bu da indi bilmirəm nə qədər dəxli gələcək, dəxlisiz olacaq. Və mən bu uşaqlara həmişə çənə qrafik deyirəm. Böyle bir ki, insan çənəsi kimi. Burası çənəsi, burası ağzı, bu da burun hissəsi. Bunu əlaqələndirib yadda saxlayın deyirəm. Deməli, T sabit qalanda kolyeska qrafiki, V sabit qalanda çənə qrafiki. Bu qrafiklərin hər ikisində birinci hissəsi doymuş buxara aiddir, ikinci hissəsi doymamış buxara aiddir. Başa düşdük? Əlaqələndirib, bax, qəbula tez-tez, çox tez-tez düşən sual tipidir. Mütləq bunu bilsək yaza biləcəyik. Bu hissəsi də doymuş buxara aiddir, doymamış. Bu hissəsi mayaya aiddir. Koleskanın yaxşılanan hissəsi. Qaranlıq qalan bir şey oldu burada. Problemli bir şey var. Və bunları hamısını biz izah elədik 14-cü qeydə kimi. İndi böhran temperaturu anlayışından danışaq. Böhran temperaturu nədir? Gəlin baxaq, böhran temperaturu nədir? Yekunlaşdırdıq biz testləri. Sual var. Mən suallar olar, gələn səfər cavablayayım. Siz mənimlə əlaqə saxlayın bugün elə. Keçən səfərki dərsin əlavəsində keçək. Oldu? Həm keçən səfər ondan qabaq da sən özün gəlməmişdin. Onlar elənçinə borc yığılıb qalmasın. Mütləq bugün yaz mənə WhatsApp-da biz vaxtı təyin edək. Oldu? Hə. Maşın gələndə çıxa bilərsən və yaxud da elə var, yarım saat dura bilərsən. Böhran temperaturu. Sən Newtonu başa düşdün? Problem qaranlıq qalan bir şey olmadı. Testlərin çoxsunu yaza bildin, yoxsa sual çoxdur? Hə, laf yaxşı. Gələn səfər sualları cavablayarıq. Əlavəyə gəlin. Salamat qalın. Böhran temperaturu nədir? Böhran temperaturu nədir? Uşaqlar siz yaza bilirsiniz? Problem yoxdur. Qutardıq? Suallar çoxdur? Laf yaxşı. İzah eləyərəm. Davam elə. Deməli, sən aç atan güvəndən başla yazmağa. Yəni, güvəndən verilmir. Bu qeydi qutarana kimi sən suallarınızı cavablanır. Güvən test bankından aç həmin test tiplərini işlə. Götür. Maye ilə onun doymuş buxarın fiziki xassələri arasındakı fərqin yox olduğu temperatura böhran temperaturu deyilir. Bu nə deməkdir? Gəl bunu biraz açaq. Bir qapalı qab götürürük. Həsədsiz yaza bilirsiniz. Çətindir. Biraz sadəcə diqqət tələb edir olar. Böhran temperaturu nədir? Davam eləyək. Maye götürürük. Mayeni başlayırıq qızdırmağa. Nə ilə? Spirt lampası ilə.
Qızdıranda başlayır burada nə yaranmağa? Buxar molekulları yaranmağa. Bax, indi bu mayeni tərk edir bu molekullar. Nə yaranır burada? Buxar molekulları yaranır deyək ki, molekul tərk edir, eyni zamanda kondensasiyada başlayır. Bax, burada mayedən molekullar tərk etdikcə buxar molekullarının sıxlığı nə olur? Sıxlıq artır da, elə deyil. Mayedən molekullar çıxdıqca buxarın sıxlığı nə olur? Artır. Bəs mayenin sıxlığı haqqında nə deyə bilərik? Azalır da, elə deyil. Bax, mayenin sıxlığı get-gedə azalır. Mayenin sıxlığı azalır. Buxarın sıxlığı isə artır. Elə bir an gəlib çatır ki, hər ikisinin sıxlığı bir-birinə bərabər olur. Sıxlıqları bir-birinə bərabər olduğu temperatura böhran temperaturu adlanır. Aydındır? Bax, mayenin elə bir anı gəlib çatır ki, mayenin sıxlığı azalır, buxarın sıxlığı artır və bunların sıxlığı bir-birinə bərabər olur. Bu temperatur böhran temperaturu adlanmış olur. Problem yoxdur. Qrafiki başa düşdük. Bax, mayenin sıxlığı azaldı, buxarın sıxlığı artdı. Bir-birinə bərabər olanda böhran temperaturu nə etmiş oldu? Yaranmış oldu. Baxın, böhran temperaturundan yuxarı, məsələn, deyək ki, 4 Kelvindir. Hər hansı bir mayenin böhran temperaturu 4 Kelvindir. 5 Kelvində o özünü nə cür aparacaq desələr, deyəcəksiniz ki, qaz halında olacaq. Hansı aqreqat halında olacaq desələr, böhran temperaturu deyək ki, atıram 14 Kelvindirsə, onda 15 Kelvində hansı halda olacaq? Qaz halında. Ondan aşağılarda hansı halda olacaq? Böhran temperaturundan maye halında olacaq. Söhbət əlbəttə mayelərdən gedir. Problem yoxdur. Böhran temperaturu da budur. Bax, parsial təzyiq anlayışı var. Parsial təzyiq nədir? Parsial təzyiq hal-hazırda hava nə cürdür? Dumanlı, rütubətli, nəmlidir. Havada normalda oksigen, ozon və digər qazlar var da, elə deyil. Onların yekun cəmi atmosfer təzyiq adlanır. Hə? Amma sırf havadakı maye molekullarının insana da göstərmiş olduğu təzyiq o adlanır parsial təzyiq. Yəni atmosfer təzyiqinin içərisində bir də maye molekullarının göstərdiyi təsir var da. Həmin o təzyiq adlanır nə? Parsial təzyiq. Parsial təzyiq bərabərdir havadakı su buxarının təzyiqinə. Bəs bunu nə cür təyin edəcəyik müəllim? Parsial təzyiq deyəndə nədir? Su buxarının təzyiqi. Buxar hansı haldadır? Qaz halında. Biz qazın təzyiqi üçün qazın hal tənliyi var da, PV bərabərdir nöqtə. Buradan P-ni tapsaq, nöqtə bölünsün nə yazarıq? V yazarıq. Hətta yeri gəlsə nü-nü kiçik m bölünsün m kimi yazıb davam da edə bilərik. Parsial təzyiqin əsas düsturu PV bərabərdir nöqtədən P-ni tapmaqla nə etmiş olarıq? Almış olarıq. Parsial təzyiq anlayışı da budur. Problem yoxdur. Parsial təzyiq bərabər oldu havadakı su buxarının təzyiqi. Yekunlaşdırırıq demək olar ki, qeydlərimizi 20 qeyddir, biz 16-cı qeyddəyik. Havanın rütubətliyi nədir? Rütubətliyi və mütləq rütubət anlayışı nədir? Havada su olduqda, yəni su buxarı olduqda bu cür hava rütubətli hava adlanır. Və mütləq rütubəti belə ifadə edirik ki, 1 kub metr havadakı su buxarının kütləsinə nə deyirlər? Mütləq rütubət deyilir. Və biz ρF ilə ifadə edirik mütləq rütubəti. Nə dedik? 1 kub metr havadakı biz adətən düsturları nə cür oxuyuruq? Surətdən məxrəcə doğru. 1 kub metr havadakı su buxarının kütləsinə nə deyirik? Mütləq rütubət deyirik. Rho nəyə bərabərdir? M bölünsün V-yə bərabərdir. Bax, hətta qeyd olaraq yadında saxla ki, normalda biz vahid çıxaranda M-in yerinə kiloqram, V-nin yerinə də metr kub yazırıq. Amma havadakı su buxarının kütləsi o qədər azdır ki, biz onu kiloqram yox, qramlarla ifadə edirik. Ona görə vahidin soruşsalar da kiloqram bölü metr kubu yox, nəyə qəbul edəcək? Qram bölünsün metr kubu qəbul etmiş olacaq. Nisbi rütubət də var. Bu mütləq rütubəti idi. Bəs nisbi rütubət nədir? Bax, nisbi rütubəti biz fi hərfi ilə işarə edirik. Nisbi rütubət fi hərfi ilə işarə olunur. Fikir versən, yuxarıda P-dir, Rho-dur, N-dir. Aşağıda da elə P-dir, Rho-dur, N-dir. Sadəcə P0-dır, Rho 0-dır, N 0-dır.
Vur 100% hər birində öz yerində. Sadəcə diqqətli olmaq lazımdır. Yuxarıdakılar havada olan su buxarınındır. Yəni PRON, yuxarıdakı təzyiq, yuxarıdakı sıxlıq, yuxarıdakı konsentrasiya su buxarınındır. Amma aşağıdakı doymuş su buxarınındır. Belə oxuyuruq da, su buxarının təzyiqinin doymuş su buxarının təzyiqinə olan nisbətinin 100% ifadəsi. Su buxarının sıxlığının doymuş su buxarının sıxlığına olan nisbətinin 100% ifadəsi. Su buxarının konsentrasiyasının doymuş su buxarının konsentrasiyasına olan nisbətinin 100% ifadəsi bizi nəyə verəcək? Nisbi rütubət. Bayaq da PRON demişdik də, fikir ver, P verilibsə, təzyiq verilibsə, P böl P sıfırla, sıxlıq verilibsə, rho böl rho sıfırla, konsentrasiya verilibsə, N böl N sıfırla və 100% öz yerində vur olmaqla bu nəyi verəcək bizə? Nisbi rütubəti. Vahidinə gəldikdə nisbi rütubətin, məsəl üçün, buradan getmiş olsaq, təzyiqin yerinə Pascal su buxarı üçün, doymuş su buxarı üçün də Pascal qoysaq, Pascallar ixtisar gedib nə qalacaq? 1. Yəni, nə cür kəmiyyətdir? Adsız kəmiyyətdir. Vahidi yoxdur. Deməli, nisbi rütubətin vahidi yoxdur. Növbəti yadda saxlamalı olduğumuz qeyd, bunun haqqında əlavə bir video zaten paylaşacağım. Şerh nöqtəsi anlayışıdır, amma ki, qaydanı yadda saxlayaq. Şerh nöqtəsi nədir? Doymuş və doymamış buxarın hadisələri arasındakı fərqin yox olduğu temperaturdur şerh nöqtəsi. Nə dedik? Doymuş və doymamış buxarın hadisələr arasındakı fərqin aradan qalxdığı temperatura şerh nöqtəsi demiş oluruq. Bu dərsdə 19-cu qeyd 4 cihazla bağlıdır. Psixrometr, higrometr, metal və tük higrometr. Bunlar hamısı rütubəti ölçən cihazlardır. Bax, orada gördüyün o cihaz var, yuxarısı termometrdir, aşağısı higrometrdir. Rütubəti ölçən cihazlardır. Konkret olaraq, yadınızda saxla ki, nisbi rütubətdirsə psixrometr, qalanları isə mütləq rütubəti ölçən cihazdır. Nisbi rütubəti nə ölçür? Psixrometr. Mütləq rütubəti isə qalanlar. Nisbinin sırası ilə psixrometrin sırasını əlaqələndir. Yadda saxla ki, nisbidə psixrometr idi. Amma digərləri isə mütləq rütubəti ölçürdü. Bəzən yaddan çıxarır şagirdlər ki, bu mütləq idi, yoxsa bu nisbi idi. Nisbinin sırası ilə psixrometrin sırasını əlaqələndir. Bir də metal higrometrlə daha çox şerh nöqtəsi təyin olunur. Daha çox şerh nöqtəsini təyin edən zaman hansından istifadə edir desələr, deyəcəksən ki, metal higrometrdən istifadə edir. Ümumiyyətlə, psixrometr olsun, higrometr, metal olsun, tük olsun, bunlar nəyi ölçür? Rütubəti. Psixrometr nisbi, qalanlar isə mütləq rütubəti. Bizim sonuncu qeydimiz qaynama prosesidir və qaynama nədir uşaqlar? Qaynama bütün həcmdə baş verən buxarlanmadır. Qaynama bərabərdir nəyə? Bütün həcmdə baş verən buxarlanma. Bütün həcmdəki buxarlanma. Bu nə deməkdir? Qaynayan qəfədana heç fikir vermirsən. Normalda buxarlanma səthdəki molekulanın mayını tərk etməsidir. Buxar yaranır, amma o hələ ki qaynama deyil. Amma qaynayanda fikir vermirsən, daxildən qabarcıqlar çıxmağa başlayır. Artıq deyirik ki, tək səthdə deyil, eyni zamanda bütün həcmdə buxar yaranırsa, bu proses qaynama adlanır. Və əlbəttə ki, bu növdən və xarici təzyiqdən asılıdır. İndi belə bir sual tez-tez verilir, deyir ki, qəfədan dağın başında eyni temperaturda daha tez qaynayar, yoxsa aşağıda? Əlbəttə ki, yuxarıda. Niyə? Çünki orada təzyiq azdır. Bütün səthdə baş verən buxarlanma, bütün həcmdə doğrusu baş verən buxarlanmaya qaynama deyilir. Biz dərs başlayanda nə dedik? Buxar əmələ gəlmənin iki növü var. Buxarlanma, hansı ki temperaturun artması ilə səthdəki maye molekulunun kinetik enerjisi artıb, sürəti artaraq mayını tərk etməsi idi. Bir də var idi nə? Qaynama. Qaynama nədir? Qaynama isə deməli bütün həcmdə baş verən buxarlanmadır. İki cür proses oldu. Qaynama və buxarlanma. Bugünkü dərsdə bunu dedik.